gözəl mətbuata həsr olundu, zəhmətlə ucaldı, illərlə yoğruldu. Mətbəədən başlanan yolun davamı bugün elm tarixindədir sənin adın. Kitabdan kitaba keçən düşüncə, nəsillərə ötürülən bilicə, poligraf yolunda ilk elmi imza, əməyin çevrildi dəyərə izə. Bugün 86 illik ömür bayramdır. Bugün söz ve kitap seni salamlayır. Kitap sergisinde tanınır emeğin, yaşasın zəhmətin, yaşasın değerin. Zamanın içinden keçdi yolum, səbir zəhmət oldu həyat qanunu. Nəşriyat işinin bütün ağırlığı sənin çiyinlərində tapdı dayaq ümid. Qələmlə, əməyinlə qazandın hörmət, sözə sədaqət oldu sənin sərvət. Elm və mətbuat səndən danışır, adın bu sahədən nümunə yaşayır. Bugün 86 illik ömür bayramdır. Bugün söz ve kitap seni salamlayır. Kitap sergisinde tanınır emeğin, yaşasın zəhmətin, yaşasın değerin. Bugün sergi salonunda kitaplar düzülüp, her biri bir zəhmətin. Hər birinizi salamlayıram, xoş gəldim deyirəm. Bugün bizim üçün əlamətdar günlərdən biridir. Muzeyimizdə Şəhdat müəllimin ad gününə təşkil olunmuş sərgidə onun həyat yaradıcılığı haqqında, kitabları haqqında məlumatlar öz əksini bu sərgidə tapıb. Və bugün ona göre əlamətdardır ki, Cabir Novruz demişkən sağlığında qiymət verin insanlara. Biz Şəhdat müəllimin sağlığında bu tədbiri keçirdirik və onun haqqında olan sərgini muzeyə yerləşdiririk mədəniyyət elm sahəsində olan ekspozisiya bölməsində və Şəhdat müəllimə uzun ömür, can sağlığı arzulayıram. Sözü verirəm bizim Lənkəranın fədakar insanlarından biri, yazıcı, dramaturg Hacı Etibar'a. Bugün mənim üçün xoş günlərdən biridir. Dostum, qardaşım Şəhdat Cəfərovna 2 gün əvvəl təbrik eləmişəm, ad günü münasibətilə. Zəng elədi, deyələ qaldım, Lənkəranda görüşərək. Dedim, bugün onlar qismət oldu güzel. Şəhdat müəllim doğrudan da tanınmış poligrafçıdır. Respublikada ilk defa olarak poligrafiya üzrə elmlər namizədi adını alır. Mən o Şəhdat müəllimi ilk defa 1971-ci ildə Azərbaycan Dövlət Universiteti Jurnalistika Fakültəsinin 1-ci kursunda oxuyarkən tanış olmuşam. Şəhdat Cəfərov tanınmış şəxsiyyət kimi, həm də ki, o bizim yerli ziyalılara həmişə hörmətlə yanaşır. Mənim neçə kitabımı tərcümə edib, çap elətdirib, sonra Ulyanos nəşriyyatında nəşriyyatın direktör olur və dünyanın çox ölkələrində onun kitablarını tərcümə ediblər, çap ediblər və mən deyərdim ki, Şəhdat müəllim öz yerlilərinə də, bütün dünyanın insanlarına, ziyalılarına hörmətlə yanaşır.
Məsələn, mənim neçə kitabımı çap edirdi. Keçən dəfə təxminən 2 ay bundan əvvəl mənim Lənkəranın mətbuat tarixində kitabımı çap elətdirdi. Və indi də mən soyqırım haqqında Lənkəranı başa çatdırmışam və o da Şahadat müəllim mətbuatında çap olunur. Dəyərli ziyalımızdır. Şahadat müəllim həm də ki, bütün insanlara, kim ona diqqətlə yanaşırsa, qayğı ilə yanaşır. Mən Şahadat müəllimə özün ömür, can sağlığı arzulayıram. Yaşa, 100 yaşa gün Şahadat müəllim. Sağ ol, çox Sağ ol. Təbrik üçün söz verirəm bizim rayonun Ağsaqqallar Şurasının üzvü Hacı Fəxrəddin Caniyeva. Buyurun Fəxrəddin müəllim. Əvvələn çox xoşdur ki, bu günləri biz Şəhdat müəllimin günündə həm yubileylə, həm tarixnamə muzeydə onu tanışılmış güşədə, bu kitablarına, onun rəsmine baxıb fəxr edilir. Burada bu günləri Lənkəranın ən seçilmiş, sayılmış ziyarları gəliblər. Onlar da nə üçün gəliblər? Şəhdat müəllimi olan hörmət naminə. Biz Şəhdat müəllimi alim poliqrafçı kimi tanıyırıq, nəinki Lənkəranda, Azərbaycanda, dünyada onu tanıyırlar. Ona hörmətimiz çoxdur. Mən nə arzulayardım? Şəhdat müəllimə bundan sonra da işlərinə fəxriyyətlə arzulayardım. 100 yaşasın, necə Leyla xanım deyən kimi. Sizə birinci can sağlığı, uzun ömür sağlıq arzulayıram və bu görüşümüz indi bundan sonra davam edəcək. Sizin 90 iliniz inşallah. Sizə uzun ömür can sağlığı arzulayıram. Çox sağ olun. İlk növbədə bu sərgiyi təşkil edən Leyla xanım başlanmaqla muzeyin kollektivinə minnətdarımı bildirirəm. Öz adımdan, ailəmin adımdan, burada mənim oğlanlarım, qızım, dostlarım gəlib məndən bir yerdə. Onların adından minnətdarımı sizə bildirirəm Leyla xanım, kollektivə minnəttar bildirirəm və bura gələn bütün yazıcı şairlərə öz minnətdarımı bildirirəm. Əlbəttə, mənim üçün və bizim ailə üçün bu böyük bir fəxirdir ki, mənim şəklimi, mənim həyatımın demək, açıqlaması olan kitablarımı burada sərgiliyirsiniz. Çox böyük bir işdir mənim üçün, bizim ailə üçün və bir daha çox sağ olun, minnətdarıq sizə. Sizə bu sahədə uğurlar arzu edirəm. Çox sağ olun, Allah ömrünüzə bərəkət versin. Şahadat müəllimin doğum gününün bədii hissəsini isə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsində tərbirə hər birinizi dəvət edirəm. Keçilmiş illərin bitməyən yorğunluğun, zaman dəyişsə də dəyişməz həqiqət. Əsl ziyalıdır iz qoyan şəxsiyyət. Bu bir məktəbdir, bir örnəkdir, bir yol deyil. Bugün 86 illik ömür bayramdır. Bugün söz və kitab səni salamlayır. Kitab sərgisində tanınır əməyin. Yaşasın zəhmətin, yaşasın dəyərin. Bugün 86 illik ömür bayramdır. Bugün söz və kitab səni salamlayır. Kitab sərgisində tanınır əməyin. Yaşasın zəhmətin, yaşasın dəyərin. Aziz dostlar, hörmətli tədbir iştirakçıları,
Bu günləri biz hamımızın çox gözəl tanıdığı, bizim Lənkəranımızın, elimizin, obamızın fəxri, tanınmış ziyalı Şəddad müəllim Cəfərovla görüşə yığışmışıq. Şəddad müəllim, mən elə bilirəm, onun haqqında çox danışmağın yeri yoxdur, nə mənimdir. Çünki bütün burada oturanlar və bütün Respublika Şəddad müəllim yaxşı tanıyır. Şəddad müəllim haqqında mən çox qısa məlumat verəcəyəm, amma yəqin ki, çıxış edənlər daha ətraflı, daha digər adamlara sizin diqqətinizi yönəldəcəklər. Şəddad müəllim Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvüdür. Uzun illər mətbuat sahəsində, nəşriyyat sahəsində çalışır. İlk Respublikanın poliqrafiya sahəsində ilk alimidir. Sonra yazıcıdır, publisistdir və son illər Şəddad müəllimin ard-arda ədəbiyyatşünaslıqla bağlı yazdığı ədəbi tənqidi məqalələr onu deməyə əsas verir ki, Şəddad müəllim həm də ədəbiyyatşünasdır. Şəddad müəllimin mən bilən yazıları hamımızla tanışdır, müxtəlif Respublika qəzetlərində çap olunur. Şəddad müəllimlə biz keçən il belə ki, görüş keçirdik, sizdən 85 illiyin qeyd elədik. Bugün isə onun 86-cı yaşını qeyd etmək üçün yığışmışıq. Yanvar ayının 14-də Şəddad müəllimin 86 yaşından olunur. Əslində, bəlkə də bu tədbirimiz kimlərəsə qəribə gələ bilər, çünki biz adətən yubileyləri qeyd edirik. Amma bugün Şəddad müəllimin 86 yaşını qeyd eləməkdə bir məqsəd var, əsas. Bizim Lənkəran Tarix və Diyarşünaslıq Muzeyində Şəddad müəllimlə bağlı sərgi təşkil olundu. Həmin sərgidə indi siz hamınız oradan gəlirsiniz. Sərgidə Şəddad müəllimin həyat yaradıcılığını əks etdirən bütün eksponatlar öz yerini tutur. Bu mənada hamımız maraqla o sərgiyə baxdıq və elə o sərginin davamı olaraq bugün biz Şəddad müəllimlə burada həm də Lənkəran ziyalıları ilə, yazıçı şairlərimizlə görüş təşkil etməyi nəzərdə tutduq. Rayonumuzun, ümumiyyətlə bölgəmizin çox tanınmış ziyalıları var. İstir elm sahəsində, istir mədəniyyət sahəsində, istir hərb sahəsində. Bunların böyük əksəriyyəti dünyalarını dəyişiblər. İndi özündə isə Azərbaycanda bu bölgədən olan parmaqla sayılası bizim Respublika səviyyəsində tanınmış adlı sanlı bizim yerlərimiz var. Onların biri də Şəddad Cəfərovdur. Mən elə bilirəm ki, Allah Şəddad müəllimi sözün həqiqi mənasında çox istəyir. Birinci, Allah ona 86 il ömür bəxş edir. İnşallah, adətən soruşanda gələ deyirlər ki, 100 illiyə, 100 yaşına neçə il qalıb, hələ 100 yaşına sizin bir 14 iliniz qalıb. Yüzü o yana da, 100-dən də o yana inşallah Allah qismət edir. 106 olar İnşallah. Sözümün canı budur ki, çox da yaşamaq olar, az da yaşamaq olar, amma görülən işlər insanın o, belə deyək də, o fizika dilində var, faydalılıq əmsalı, yəni onun cəmiyyət üçün, xalq üçün, el üçün, ova üçün olan o faydalılığı, xalqa verdiyi, etdiyi xidmət, gördüyü işlər əlbəttə bir güzgü kimi onu göstərir. Şəddad müəllim ömrünün demək olar ki, təxminən hardasa belə deyək də bir 70 ilə yaxınını nəşriyyat sahəsində keçirdi. Həqiqətən özdə çox ağır sahadır. Mən Şəddad müəllim yazılarını oxumuşam müxtəlif mətbuat orqanlarında. Onun Respublika müstəqilliyi qazanan ilk illərdə nəşriyyat sahəsində gördüyü işlər, yəni bunu yenidən təşkil etmək və bu işə rəhbərlik etmək məhz Şəddad Cəfərova tapşırılmışdır. Onun üçün də mən elə fikirləşirəm ki, Şəddad Cəfərov kimi insanların hər ilini, anadan olan hər ili qeyd olunmalıdır. Yəni, hər ili biz tərəfindən, xalqımız tərəfindən qeyd olunmalıdır. Çünki bu insan buna haqq edir. Mən Şəddad müəllimi 14 yanvar tarixdə keçən bu neçə gün bundan əvvəl olan ad günü münasibəti ilə bir daha təbrik edirəm. Bugünkü sərgi münasibəti ilə sizi təbrik edirəm. Mən Leyla xanıma təşəkkürümü, minnətdarlığımı bildirirəm. Leyla xanım həqiqətən
rayon ziyalılarına, bizim rayonumuzu, bölgemizi, rayonumuzu daha doğrusu Respublikada tanınan ziyalılarımıza, emek adamları olsun, ziyalılar olsun, elm xadimləri olsun, yazıcı şairlər olsun, ona çox böyük diqqət göstərir. Sərgilər orada təşkil edilir. Məhz bunlardan biri də bu günləri öz təşəbbüsü ilə bu gözəl bir işi həyata keçirdi. Sərgiyə də biz tamaşa elədik. Həqiqətən gözəl bir sərgi idi. Mən bütün burada oturanların hər birinə öz təşəkkürü, minnətdarlığı bildirirəm. Sərdişəbərlərin ailə üzvlərinə, adətən biz tədbirlərdə Şəddad müəllimin qızı və nəvəsi ilə bir yerdə görərdi. Amma bugün fərqli olaraq oğlanlar da burada iştirak edir, dostları burada iştirak edir və əlbəttə ki, bizim yazıcı şairlərimiz burada iştirak edir. İndi Şəddad müəllimin həmin o təşkil olunan sərgi ilə bağlı çox qısa olaraq mən Leyla xanımdan xahiş edirəm bir kəlmə danışsın. Ondan sonra digər şəxslər, digər dostlar çıxış edəcəkdir. Leyla xanım. Mən hər birinizi salamlayıram. Bugün bizim üçün əlamətdar günlərdən biridir. Rayon ziyalılarını Şəhadət müəllim bugün öz ətrafına toplayıb. Qafar müəllimə birinci növbədə təşəkkürümü bildirirəm ki, belə tədbirləri tez-tez təşkil edir. Rayon ziyalılarımızı, fədakar alimlərimizi, yazarlarımızı tanıdır və hər birinizə uğurlar diləyirəm. Şəhadət müəllimin işığı gür yansın. Bundan sonra da bir deyim ki 50 il yaşasın. Nə qədər insan yaradıcı olursa olsun, vicdanlı, əməksevər olarsa, xalqını sevərsə, ətrafındakı insanlara demək müsbət mənada dəyər verərsə, o qədər o insanın özünün də ruhu sakit olar və onun haqqında hər zaman xoş sözlər söylənilər və tarixdə də hər zaman izi qalır. Uzun ömür arzulayıram Şəhadət müəllim. Allah sizə can sağlığı versin. Diqqətinizə görə təşəkkür edirəm hər birinizə və bugünkü sərginin açılması da mənim insanlıq borcumdur. Mən ora direktor təyinatını alanda ilk növbədə rayon ziyalılarımıza söz verdim ki, istər dünyadan köçmüş olsun, istər tanınan alimlərimiz olsun, hansı ki şəkilləri orada yer almırdı və Sovet dönəmindən qalan rəsm əsərləri divarlarda qalmışdı. Mən düşündüm ki, bunlara dəyişiklik eləmək lazımdır. Bir alim kimi, bir tarixçi kimi qarşıma məqsəd qoydum. Bugün ilk növbədə həm o tarixi şəxsiyyət ki, o binanın təməlini qoyub, onun haqqında müəyyən qədər internet səhifələrində, dövrü mətbuatlarda qarşıma çıxan, yəni ədəbiyyatlardan istifadə edərək məlumatlar yerləşdirmişəm və bütün dövrdə fəaliyyət göstərən Yazıçılar Birliyinin üzvləri haqqında da məlumatlar toplayaraq Elm və Mədəniyyət səhifəsində ekspozisiyada sərgiləmişəm. Uğurlar diləyirəm, diqqətiniz üçün minnətdarım. Çox sağ olun. Sağ olun, təşəkkür ederim. Ağam Rizavada söz verirəm. Ağamın önündə Şəhadət müəllimin həyat yaradıcılığı haqqında çox Bütün tədbir iştirakçılarını salamlayıram və ağsaqqalımız, Respublikanın ağsaqqalı, ilk növbədə ziyalısı Şəddad müəllimi 86 yaşı münasibətilə təbrik edirəm, ona uzun ömürdən sağlığa edirəm. Dedim ki, ilk növbədə Şəddad müəllim bütün Respublikanın tanınmış ağsaqqalıdır. O, təpədən dırnağa ziyalıdır. Onun həyat tarixçəsini biz nələr istədik ki, 15 yaşında 7-ci sınıf tutarır. Əmək fəaliyyətini fəhləliklə başlayır. Sonra mətbəədə işləyir və o mətbəədə işləməklə bütün ömrünü kitaba həsr edir. Kitab çapına həsr edir. Sonradan o texnikum təhsil alır. O, ixtisasca riyaziyyatçıdır. Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat Fakültəsini bitirir. Sonra isə təbii ki, işlə-işlə, mətbəədə işlə-işlə o sahədə müxtəlif vəzifələr əldə edir və sonradan Moskvada Kitab Poliqrafiya Universitetini bitirir və orada eyni zamanda oranın aspiratorasına daxil olur. Gənc yaşlarında, 35 yaşında o alimlik dərəcəsi olur, fəlsəfə doktoru, elmlər namizədə adından layiq görülür. Və bütün həyatını kitab çapının gözəlliyinə, dövrün ziyalı
şəkildə, həyatın ziyalı şəkildə inkişaf etməsinə, kitabla inkişaf etməsinə həsr edir. Nədir bu ziyalılıq? Kitab ən böyük nemətdir. Halıdan göndərilmiş nemətdir. Və bu nemətdə Şəddad müəllim öz həyatını kitaba həsr edir. Kitab çapına həsr edir. Onun biz eyni zamanda həyat salmamasına fikir verdikdə görərik ki, bu təkcə ixtisasda riyaziyyatçı, poliqrafçı olmayına baxmayaraq hər tərəfli dünya görüşə malik olan bir insandır. O həm də ədəbiyyatçıdır, həm də tarixçidir, həm də müxtəlif elm sahələrini bilən gözəl bir ziyalıdır. Onun həm o jurnalistlər birliyinin üzvü, hələ o vaxt SSR jurnalistlər birliyinin üzvü olub, sonra həm də yazıçılar birliyinin üzvüdür. Və bütün onun yaradıcılığı eyni zamanda yazısı kimi gözəl hekayələr yazıb, onun hekayələr kitabı var. Ötən illərin əhvalatları, o həm rus dilində, həm özbək dilində, həm talış dilində həmin kitab çap olunur. Hətta 7 dilə, mən 4 dilimdə 7 dilə çap olunur. Kiçik həcmli hekayələrdir. Bu hekayələr hər biri kiçik bir həyat hadisəsidir. Bəlkə də oxuyursan, görürsən ki, Şəddad müəllim bəlkə özünün həyatında rastlaşdığı hadisələrdir. Amma o hadisələr eyni zamanda hər birimiz üçün bir ibrət məktəbidir, ibrət dərsidir. Onun eyni zamanda bu günlərdə, bu yaşda tükənməz enerji ilə, gənclik enerjisi ilə çalışır. Kredo qəzetinin hər səhifəsində, hər nömrəsində daha doğrusu, onun ən aşağısı 2 səhifədən ibarət publisistik və ədəbi yazıları çap olunur. Ən aşağısı 2 səhifə, bəzən çapır 4 səhifəyə yazılır. Bunun bu yaşda hansı enerji ilə çalışmasını göstərir. O nəşriyyata kimlər o nəşriyyatda kitab çap edirsə, görürsən ki, növbəti nömrədə Şəddad müəllim həmin kitabı oxuyub, o kitab haqqında yazı yazır. Bu günləri də oxu mütaliəsi yerindədir. Yəni, nəşriyyatda çox adam kitab götürür. Bizim hər birimiz orada kitab verəndə görürük ki, Şəddad müəllim artıq kitabı oxuyub, onun haqqında artıq kitabdakı əsərlər haqqında məlumat verir. Və o yazısı haqqında məlumat verir. Bu Şəddad müəllimin elə özünün ən böyük ziyalılığından irəli gəlir. Ona müraciət olunan hər hansı bir yazısını, şairi də o diqqətdən yayındırmır. Və bu onun həm də insanlıq borcudur. Bax, o elə Kredo qəzetinin hər səhifəsidir. Sonra da həmin o kitablar 5 cilddən ibarət Əzəldən bağlayam sözü adlı ədəbi düşüncələr kitabı 5 kitabdan ibarət. Hərəsi bir 405 səhifəyə yaxın kitabdır. Hərəsi bu günlərdə yəqin ki, o 5 cildi çıxıb, bundan sonra da onun davamı çıxacaq yəqin ki. Çünki hələ həyat davam edir, hələ Şəddad müəllim həmin silsiləri davam etdir, ədəbi düşüncələri çap edir. Baxın, görür ki, orada həmin səhifələrində Ərizə Xələfli, Sevda Ərizəbəyli, Hikmət Mahmud, Ağa Cəfər Həsənli, Balayar Sadiq, Ağamir Cavad, Qafar Cəfərli, Mahmud Ağaxanlı, Zülfüqar Qodmanlı, Musa Mirzəyev, Eşad Səfərli, Qəşəm İsabəyli və s. yazıçılar haqqında təkcə bir yox, bir neçə yazısı çap oldu. Hər dəfə hansı kitab vermişsə, görsən həmin kitab haqqında məlumat verir burada. Bayaq dedim ki, onun tək ədəbi yaradıcılığı yox, eyni zamanda öz ixtisasına aid olan yaradıcılıq olan. Onun elmi əsərdə kitab çapının gözəlliyi adlı kitabları çıxıb ki, bu günləri hər bir poliqrafçının elə stolisi kitabı olmalıdır. Onu oxuyub öyrənməlidir, kitab nəşrini öyrənməlidir. Bundan başqa onun Yazılan Qalar, Sabir İslamxanlının Yolu iri həcmli əsərlər, kitabları çapdan çıxıb ki, bu da onun yaradıcılığının əsasını təşkil edən kitablardan biridir. Amma o Şəddad müəllim özü də diqqətdən yayınmayıb, o bir ziyalı kimi hər birimizin diqqətindədir. Ona görə də onun haqqında çoxlu kitablar da yazılır. İshaq Əmənullayevin mənalı poliqrafçı ömrü, Fatma Həsən qızının Nəsildən Nəsilə, Acılı Şirinli Günlər, Sevda Əlibəylinin ilk poliqrafçı alim,
Ağadı mənsub azı atalar üstdən deyib, Elşad Səfərlinin qiymət poeması ona həsr olunub. Bunlar hərəsi ayrı-ayrı kitablardır. Onun haqqında yazılmış ən aşağısı 200-500 səhifəli kitablardır. Bunlar onun haqqında yazılıb. Ondan başqa onun haqqında müxtəlif ədəbi tənqidi məqalələr və şeirlər yazılıb. Şəkər Aslan, Zülfüqar Qodmanlı, Həmid Abbas, Əbülfəz Naxçıvanlı, Məmməd Hüseyn Əliyev, Sərhəd Məmmədov, Şahan Talıbi, Cəmil Əlibayov, Kamran Nəzirli, Sabir İslamxanlı, Ziyad Səmədzadə, İskəndər Etibar, Maşallah Məhdun, Hacı Etibar Əhədov, Nərciz Cabbarlı, Əhməd Ağa Kərimli, Hacı Mehmet Fərzullayev, Əlisafa Həsənov, Şərzi Ağayev və başqa hansı ki əksəriyyəti bunları da qeyd eləmişəm ki, bizim zonadan olan tanınmış ziyalılar, alimlərdir. Şəddad müəllim haqqında şeirlər, elmi məqalələr və publistik məqalələr yazırlar. Və bunun haqqında yazılan Respublikanın çoxsaylı mətbuat orqanlarında, Xalq qəzetində, Azərbaycan qəzetində, Müxalifət qəzetində, Respublika qəzetində, Zəfər Qalası qəzetində, Aşkarlıqda, Nənizdə, Tək Səbirdə, 168 saatda, eyni zamanda Söz jurnalında bunun haqqında silsilə yazılar çap olunur ki, o da demək ki, Şəddad müəllim olan diqqətin nəticəsidir. Sözümü onun haqqında yazdığım 80 ilində, 85 ilində yazdığım şeirlə bitirmək istəyirəm. Hər insan Allahın bir əsəridir. Hər kəsi tərifə gəlməyin bilir. Səni tərif etsəm vallah yeridir. Gəl məni qırama Şəddad müəllim. Zaman qar aramış qara telinə, gözünü müqəddəs göylərə dikdin. Qələmi fürsət alır əlinə, sözün də zamanın şəkini çəkdin. İdrakin, düşüncən dərindən dərin, qoyub boylulardan uca görünür. İnsanlıq məktəbi bitirənlərin yetir inamıyla hər arzukana, qəlbində imanı paylayan adam layiqdir hər hörmət, hər ehtirama, ömrünü xalqına paylayan adam. Mən ömrünü xalqına paylayan adamı təbrik edirəm. Abimize söz verelim. Buyur. Ya Allah. Mənim anlamımda şəxsiyyətlər zamanı idarə edir, zaman şəxsiyyətləri yox. Elə zamanı da şəxsiyyətlər yetişdirir. Sovet dövründə deyirdilər ki, zaman yetişdirir şəxsiyyətləri. Yox, şəxsiyyətlər, liderlər cəmiyyəti, zamanı formalaşdırır və irəli aparır. Mən son dövrlər öz əslim, nəslim, köküm, öz elim, obam, Lənkəranım barədə çox düşündüm və çox düşünürəm və öz borcumu yerinə yetirmək istəyirəm. Və çalışıram ki, Lənkəranın tanınmış şəxsiyyətlərini, müdrik insanlarını, yazarlarını, heykəltaraşlarını, bəstəkarlarını, müğənnilərini, sənət adamlarını, elm adamlarını həm Zərban televiziyası vasitəsilə bütün dünyaya tanıdım və siz bunun şahidisiniz, yəqin ki, görürsünüz. 4 il ərzində biz 200-ə yaxın film çəkmişik, yəni təmənnasız. Filmlər çəkmişik, öz Lənkəranlarımızı bütün dünyaya bir daha tanıtmaq və dünyanın virtual yaddaşında əbədi olaraq saxlamaq amacı ilə. Və o şəxsiyyətlər arasında mən Şəddad müəllimi həmişə ən parlaq şəxsiyyətlərdən biri kimi görmüşəm. Mənim və sizin rəhmətli dostunuz, mərhum Əhməd Ağa Kərimli var idi, yazıcı, publisist. Məni Şəddad Cəfərovun kimliyi ilə ilk dəfə Əhməd Ağa Kərimli tanıdım. Mənim ilk kitabım Əbədi Məhəbbət nağılı kitabı 93-cü ildə əlimdə qalmışdı. Yəni kimə etibar edeyim, hansı nəşriyyatda, harada bunu nəşr etdirim. Əhməd Ağa Kərimli bir mənalı olaraq indi mərhum rəhmətli Hacı Əbdülmanafın adını çəkdi. Şəddad müəllimin qardaşı, kiçik qardaşı. Dedim ki, o bunun məziyyətləri tanımıram. Dedi, sən bilirən Şəddad Cəfərovu, Şəddad müəllimi tanı, yetər. Və mənə Şəddad müəllim haqqında elə məlumatlar verdi ki, məsəl üçün, hər hansı bir adamı
bu qədər tərifləsin, onun papağı düşər başından. Yəni, o qədər uzaq bir nöqtədə olduğunu mənə anlattı. Və mən ilk kitabımı Əbdülmənafın rəhmətliyin Səda nəşriyyatı var idi. Səda nəşriyyatında nəşr etdirdim. Və sonradan Şəddad müəllimi çox izlədim. Və onun yanvarın 14-də doğum günü münasibəti ilə onu birinci təbrik edənlərin sırasında olmaq istədim. Amma ondan əvvəl Şəddad müəllim barəsində Lənkəran Ziyalıları kitabında 725 illik tarixin 555 ən müdrik tanınmış şəxsiyyətləri Şəddad müəllim haqqında o çek orada yazmışam və 101 görkəmli Lənkəranlı kitabına da Şəddad müəllimi daxil eləmişəm. Bir mənalı olaraq, yəni heç bir tərəddüd etmədən. Çünki Şəddad müəllimin gördüyü işlər, onun tərcümə halı o qədər zəngindir ki, o qədər müsbət notlarla, o qədər zəngindir ki, adam nə qədər azaltmağa çalışırsan, yerdə görürsən ki, yox, belə 3-4 səhifə qalır. Yəni, bu insan bütün ömrü boyu öz zəhməti ilə 15 yaşından bu adam əmək fəaliyyətinə başlayıb, özü də harada mətbəədə. Təkcə onu deyim ki, Şəddad Cəfərov Azərbaycanın ilk poliqrafçı alimi deyil. O, Qafqazın ilk poliqrafçı alimidir. Yəni, biz çox vaxt elə bilirik ki, Şəddad müəllim Azərbaycanın ilk poliqrafçı alimidir. 35 yaşında Moskvada aspirantura oxudu, müdafiə elədi. Amma mənə onun qohumlarından biri çatdırdı ki, heç də elə deyil, Qafqazın ilk poliqrafçı alimidir. Yəni, poliqrafiya kitaba bağlı bir sahədir. Kitab nədir? Kitab, Quran-ı Kərim özü qiraat kitabıdır. Yəni, bizim dinimiz, imanımız kitabla formalaşır, kitab üstündə formalaşır. Deyir, kitabı olan millətlər və kitabı olan dinlər, yəni ilahi kitabdan söhbət edir. Yəni, kitab bizim üçün bir dini inanc səviyyəsində müqəddəsdir. Şəddad müəllim bütün həyatını kitabın nəşrinə həsr edib. Hansısa deyək ki, iqtisadi məsələlərə, siyasi məsələlərə, mədəni, ədəbi məsələlərə deyil, sırf kitabın nəşrinə və həyatını kitaba həsr edib. Kitaba həsr olunmuş ömür, belə daha yaxşı alınır. Rəhmətli İltifat Salih, Allah rəhmət eləsin bir daha. İltifat Salihin çox gözəl bir kəlamı var idi. Deyirdi ki, raket attın, nə bilim, iqtisadi blokadaya saldın, başına min bir oyun gətirdin o ölkənin, o ölkənin məğlubiyyəti sayılmır. Ta əskərin ayağı o yerə dəyməyincə. Yəni, əskərlə o fəth hesab olunur. Yəni, o elə belə raket attın, oraya fəth eləyənməzsən, əskərin ayağı dəyməyincə. Kitab bizim mənəviyyatımızın əskəridir. Kitab bizim ədəbiyyatımızın, mədəniyyətimizin əskəridir. Və Şəddad müəllim öz həyatını, öz ömrünü bu qədər önəmli bir sahəyə həsr edib. Yəni, bizim mədəniyyətimizin tərkibində, bizim xüsusən Lənkəran mədəniyyətinin tərkibində Şəddad müəllimin xüsusi bir güşəsi var. Bunu, etiraf etmək mümkün deyil. Şəddad Cəfərov sanaq ki, bir ayrıca bir güşədir. Mən həm də Zərban, təzə doğan saf günəş, Zərban Mədəni Dinamika Mərkəzi olaraq Şəddad müəllimi Azərbaycanın ən görkəmli mədəniyyət xadimlərindən biri kimi təqdim etmişəm və onun adına bizim Zərban Mədəni Dinamika Mərkəzinin xüsusi fəxri fərmanını mən istəyirəm ki, sizin iştirakınızla Şəddad müəllimə və alqışlarınızla təqdim edin. 90 yaşında 100 yaşına qədər mən söz verirəm. Sizə hər il bundan bir dənə verməyəcəm. 100-dən sonra mən özümə qarantiya dururam. Özünüz bilərsiniz, kim verər verər. Amma mən 100 yaşa qədər qarantiya dururam. Buyurlu olsun, Şəddad müəllim. Bu yazını da bir xatirə kimi saxlayarsınız.
həm sizin barədə olan yazımdır. Və sizə uzun ömür, boş-boşuna uzun ömür yox, bərəkətli ömür arzu edirəm. Zaten sizin ömrünüz onsuz da bərəkətlidir, faydalıdır və bundan sonra da daha artığını arzu edirəm. Sağ olasınız, var olasınız ki, siz Lənkəranlısınız. Mən sizinlə fəxr deyirəm, qürur duyuram. Sağ olun. İltifat müəllimi Əhmədov, buyursun. Bütün tədbir iştirakçılarını salamlayıram. İlk növbədə bugünkü sərginin açılışı münasibəti ilə bu işdə zəhməti olanların hər birinə, xüsusilə Qafar müəllim başda olmaqla Leyla xanım, sizə dəli təşəkkürümü bildirirəm, bir Lənkəranlı ziyalı olaraq. Şaddat müəllimlə bağlı mənim də deyiləsi bir neçə kəlmə sözüm var. Mən vaxtilə Lənkəran qəzetinin baş redaktoru vəzifəsində işləyərkən bizim Şaddat müəllimlə demək olar ki, mütəmadi vaxtaşırı yaradıcılıq əlaqələrimiz olubdur. Mən yaxşı xatırlayıram, Əli Rza müəllimin yazdığı böyük həcmli bir Şaddat müəllim haqqında yazdığı böyük bir məqaləni mən o vaxtı Lənkəran qəzetində dərc eləmişəm. Ondan sonra bizim mütəmadi telefon əlaqələrimiz olur. Demək, xüsusilə mətbuat bayramında, Novruz, əlamatlar günlərdə Şaddat müəllim həmişə məni qabaqlayıb, mənə telefon açırdı, məni təbrik edirdi bu bayramlar münasibəti ilə. Şaddat müəllim, mən sizə möhkəm can sağlığı arzulayıram. Siz bu yaşınızda bu Allah Teala sizə o xoşbəxt, sağlam ömrü bəxş eləyir. Arzu edirəm ki, bizim natiqlərin dediyi kimi, Allah Teala bundan sonra sizə nə qədər ömür payı ayırıbsa, o ömrü daha məhsuldar, daha sağlam yaşayasınız. Biz də həmişə sizinlə fəxr duyaq, sizin həmişə xoş surağınızı eşidək. Sizin yaradıcılığınız bizim gəz nəslə, xüsusilə burada əyləşən yaradıcı insanlara bir nümunədir. Biz sizlə fəxr edirik, sizə möhkəm can sağlığı, uzun ömür arzulayıram. Çox sağ olun. Sağ olun, çok sağ olun. Kardeşim müəllim, kardeşim Fərzli, buyursun. Hər birisi salam verirəm. Şaddat müəllim nə ki bizim rayonun, ölkənin ziyalıdır. Hafiz müəllim bir söz işlətdi, dedi, gözəl şəxsiyyətdir Şaddat müəllim. Əsl həqiqətdə doğrudur, mənim şəxsi tanışlığım Şaddat müəllimlə olmayıb, çox təəssüflər olsun. Hansı yazıcı, şairlə, bir ziyalı ilə oturub Şaddat müəllim haqqında söz olub düşəndə, onun şəxsiyyətindən, gözəl şəxsiyyət olmağından, böyük şəxsiyyət olmağından söhbət olacaq. Mən də öz növbəmdə Şaddat müəllimi təbrik edirəm. Ona can sağlığı, uzun ömür arzulayıram. Sağ ol. Bir də sizə görə sağ olun. Sağ ol. Hoş gəlmişsiniz. Analara bizim tutub deyirəm. Başda Şaddat müəllim olmağına. Mən çox sevinirəm ki, bugün böyle bir şəxsiyyəti gördüm, onunla tanış oldum. Çox təəssüf edirəm, müəllim. Sizinlə əməkdaşlıq eləməmişəm. İsmət. Amma Bundan sonra yəqin ki, görüşəcək. Sizi təbrik edirəm. Ürəkdən təbrik edirəm. O deyirsə, qızım mənim doktorumdur. Mən də ömür yoldaşımı bitirmişəm yaxınlarda. Amma nə yaxşı ki, qızım var. O da mənim doktorum. Uzun ömür arzulayıram. Sağ olun. Bütün iştirakçıları salamlayıram. Həqiqətən də çox gözəl bir gündür. Yəni hər birimizin
yaddaşında qalacaq bir gündür. Yəni Şəhdat müəllimlə bugün burada bizim görüşümüz, onun 86 yaşı münasibəti ilə öz sınıflarımızda təbrik etməyimiz doğrudan da bizim hər birimizin yaddaşında qalacaq. Şəhdat müəllimlə mən 2000 səhv eləmirəm, 19-cu ildə Sevda Əlibəyli məni yönətdi Şəhdat müəllimə. Mənim onda kitabım Fənhalığın Nəfəsi. Onu mən çap elətdirəcəkdim. Bilirsiniz necədir? O ilk baxışdan gələ o insan müsbət enerji verə bilər. Müsbət enerjini almamalısan, əks tərəf verməlisən. Sevda Əlibəyli, Allah qalan salavat eləsin, yönətdi məni, mən getdim nəşriyyata. İlk dəfə bizim bu hörmətli ağsaqqalımızın orada görüşdüm. İnsan nə qədər səmimi olar. Yəni ilk görüşümüzdür də, o qarşılamaydan çox yazlıdır. Və burada onun həyat fəaliyyəti haqqında danışdılar. Mən biraz insanlı keyfiyyətlər, yəni səmtimdən danışmaq istəyirəm. O qədər mehriban, səmimi, bütün söhbətlərimizi elədik. Adam nəşriyyatlarda olur da, yəni hər kəs elə ola bilmir. Bu insanın çox nəfisliyi, bu insanın alicənablığı, bu insanda ən üstün cəhətlərdən biri odur ki, damara baxıb qan ala bilir. Bunu mən xırdalamıram. Mən, yəni Şəhdat müəllimə elə bir ki, Biraz ağlasın, heç pul olmaz. qardaş, yəni buyurdu, yox, Allah tərəfi də, yəni bu olan şeyi, mən orada asırlamıram, çünki yəni qiymətlə güzel oldu. Müəllimdə gəldi, gördüydü. Və bayanman çöldə oğluyla söhbət elədim, soruşdum, sən idi, dedi yox. 2019-cu ildə mənim maşınım olmayıb, mənim qardaşım idi. Yəni, o insaniyyətlikdən söhbət gedir. Mənim kitablarım orada hamısı hazır oldu, zəngləşdi. Mən burada maşın tutmalıyam, gedməliyəm Bakıya, kitablarımı gətirməliyəm. Bir gün Şəhdat mənim yadınızda olar yəqin ki. Şəhdat müəllim mənə dedi ki, Ziyafət, sən zəhmət çəkib Bakıya gəlmə kitablarsın. Niyə? Şirkət verə, mən söhbət edirəm. Dedim, niyə mən gəlməyim? Dedim, sən Lənkərandan Bakıya gələcəksən, maşın tutacaqsan, bunları aparacaqsan. Biz ələ Lənkərana gəlirik, biz özümüz o kitabları gətirik. Bu kişinin böyrlüyünə bax. Bu kitabları yükləyirlər maşına. Gəlirlər Lənkərana, biz o Ləvəngi dairəsində də, Avtobazlar dairəsində, onun yaxınlığında zəngləşdik, biz görüşdük. Yəni, ailə ilə idilər maşında. O uşaq, oğlan, bunun bir dənə baxmayı ona Şəhdat müəllimin məni çəkdir yana işsiz olmasın. Kitablar da paçkada ağır deyə baxma. Mənim maşınıma da onları yüklədilər, elədilər. Yəni, bu da bunun insani keyfiyyətləri. Şəhdat müəllim, uzun ömür sizi arzulayıram, siz yaxşı insansınız, yaxşı tərəfdaşsınız, yaxşı münasibət qurmağı bacaran bir varlıqsınız. Həm də ilk baxışdan insanda ən üstün keyfiyyətlərdən biri odur ki, ilk görüşdən özünü sevdirməyə bacarsın. O da sizdə var. Təbrik edirəm sizi, 100 yaşında. Şəhdat müəllim bildiyiniz kimi Lənkəranın Gərmətin qəsəbəsindəndir. O qəsəbədən də burada 2 nəfər iştirak edir, Əfsanə xanım. Bu Əfsanə xanım da kəndisi haqqında bir kəlməsi. Hər sizi salamlayıram. Əlbəttə ki, Şəhdat müəllim bizim elimizin, vətənimizin sevib seçilən işıqlı ziyalılarımızdan biridir. Gərməti adı gələndə Sərhəd Məmmədov, Şəhdat Cəfərov və digərləri, bundan da bir öndə Hacı Aslanov, bəli.
Əlbəttə ki, biz onlarla fəxr edirik, qürur duyuruq. Həm də ki, biz qohumuq, yaxın qohumuq Şəhadət müəllimlə. Eyni kitabda gəlmək istəyirəm olmasın. Sərhad müəllimin bu kitabda mən də varam. Sizin də aklınızda orada çap olunub. Sizə uzun ömür, can sağlığı arzulayıram. Hər zaman sağlam ömür. Hər ad günü yaş gətirir, yaş istər. Zaman öz işini görür ahəstə. Ay Şəhadət müəllim, nə mərhəmət gözlə, nə sərvət istə. Dünya yaranmışdan fani dünyadır. Çalış bu dünyada hörmətlə yaşa. Çalış bu dünyada hörmətlə yaşa. Təbrik edirəm. Natiqlər, o cümlədən hörmətli Cəfər müəllim, Qafar müəllim danışdı Şəhadət müəllim haqqında. Doğrudan da mən Şəhadət müəllimi qiyabi tanıyırdım. Amma onun keçən ilki tədbirdə biz bir yerdə iştirak eləməyimiz, onun haqqında olan kitabları əldə eləməyimiz, mən təkrar oxumayım, Şəhadət müəllimi geniş tanıdım. Amma düzü o vaxtı bəlkə də oxumuşam, yadımda deyildi. Amma bu günləri təkrar o yadıma düşdü. Eyni zamanda mən sərgidə iştirak eləyə bilməmişəm. Yəqin ki, yaxın gələcəkdə sərgi deyəndə mən Lənkəran müzeyi ilə əlaqədar çünki atam uzun müddət özdə direktor işləyib, direktor vəzifəsində. Yəni, oranın tarixi ilə bağlı bir yazılarım olacaq. Bu söhbət ayrı söhbətdir. Amma mən bu günləri Şəhadət müəllimin 14 yanvarda anadan olduğu münasibətlə təbrik eləmək istəyirəm. Çünki mən özüm də 14 yanvarda anadan olmuşam. Ona arzulananlar mənə idi, mənim arzularım da onun üçündür. Allah ona can sağlığı versin. Buna qədər olan uğurları çoxdur. Daha artıq uğurlar arzulayıram. Mən bir poemada yazmışam ki, mən dünyaya gələndə adı altında yanvarın 14-ü uzun bir gecə, bilmirəm bəsf edin bunları necə. Qaranlıq gecədə səhərə yaxın, anam çırpı yığır peç üçün baxın. Qəlbində arzular aşıb daşırdı, səhərin gəlişi yaxınlaşırdı. Anam pəncərədən baxırdı aya, azan vaxtı gəldi mən bu dünyaya. Bu poemanın adı mən dünyaya gələndədir. Sizə də çox gözəl günləri arzulayıram. O günlərdən mən də yaşayıram. Bizim aramızda 20 il fərq var. Mən sizə 100, bundan sonra da ömür arzulayıram ki, daha gümrah, daha sağlam, Hafiz Mirzənin dediyi kimi bərəkətli bir ömür yaşayasınız. Bunlar arzulayıram. Sağ olun. Şəhadət müəllim ayrı üzvlərində iştirak edir. Çox sağ ol demək istəyirəm, minnətdaram ki, yığışdıq bu Şəhadət müəllimin ad gününə, təbrik elədik onu, həm də muzeydə yeni bir güşə açıldı. Allah can sağlığı versin, uzun ömür versin. O tək öz sənətini sevmir, ailəsini də çox sevir. Çox gözəl ailə başçısıdır, heç biri bizi diqqətsiz qoymuyor. Mənim 54 yaşım var, amma yadımdadır, məktəbə gedən vaxtı hər gün gələrdi, məndən dərslərimi eləncə də o biri uşaqlarla dərslərini soruşardı, maraqlanardı, yəni ki, bir yerdə bizi ilə məşğul olardı. Allah can sağlığı versin. Sizə də çox sağ olun deyərəm. Əlbəttə, indi də Şəhadət müəllimə söz verirəm, buyursun. Qardaşım çıxış elədi, İdrak Kivdadı. Böyük qardaşım da, o da doktordur bizdə, bəli. Biraz mən daha çox papağın yanında oldum deyəni ona görə, amma fərq eləmir. Hansı evladdır, oğlanın öz yeri var, qızın əlbəttə ki öz yeri var. Elə şeylər var ki, onu heç qız da çinində daşıya bilməz. Yəni, Allah bütün evladları sağ eləsin canlı. Bir də sizə təşəkkürümü bildirirəm. Lənkəran Yazıçılar Birliyinə tez-tez biz görüşürük, tez-tez oluruq burada, başda Qafar müəllim olmaqla, yəni çox böyük işlər görürsünüz burada. Allah sizə can sağlığı versin, uzun ömür versin, yaradıcı ömrü, sağlam yaradıcı ömrü. Bir də Leyla axır dönəmlərdə də tez-tez Leyla xanımla biz görüşürük. Bütün bu tədbirin Papanın ad günü, yubileyi olmasa da 86 il, düşünürəm ki, artıq 80-ı keçəndən sonra hər il insan üçün bu önəmli bir gündür. Hətta ailədə belə biz ad günü keçirdəndə Papa dedi ki, nə edirəm, keçən il eləmişdik, məcburi, hamını yığdım, dedim bir nəfər ki, rəhmətlə evdə olur.
Yəni çünki o Allahdan bəxş edən bir ömürdür. Ona dəyər vermək lazımdır. Yəni hər bir anını, 80-ın üstünü keçən kimi. Allah da sizlərə can sağlığı versin. Papaya da uzun yaradıcı ömür 114'dür. Çünki 14'ü doğulur. Həmişə deyirdi 114. Bu günləri dünənləri elə bil mənə birdən vəh gəldi ki, niyə papa həmişə 114 deyir ki, 114'dür. Allah'tan da ömür istemişəm. 14'ü olub 114'ü olmalıdır. Teşekkür ederim ki ailemizin adından ki əziyyət çekip gelmişsiniz bizlerle bu sevinci bölüşürsünüz. Çok sağ olun. Var olasınız. Buyurun. Görürsünüz oğlum beni ayaküstü saxlayabilmədi ama kız saxladı. Burada iştirak edenlere ve belki de müəyyən səbəblərə görə eləməyənlərə öz minnətdarımı bildirirəm. Çox sağ olun ki, həyatın müəyyən vaxtını mənimlə görüşə sərf etdiniz və burada çoxlu mənim hasətimdə olan hadisələri bir daha mənim də yadıma saldı. İlk növbədə Qafar müəllimə, Leyla xanıma öz minnətdarımı bildirirəm ki, mənim həyatda qazandığım nailiyyətləri görürlər və onu sizlərə çatdırırlar. Elə bugünkü görüş də bu səbəbdəndir ki, onlar istəyirlər ki, daha yaxından bir tanış eləsinlər, biz daha yaxından bir-birimizi tanıyaq. Mən bir devizim var, mən insanı qarşılayanda ya bir nəfər mənim yanıma gələndə mən çalışıram ki, o razı geçsin. Bayaq burada deyildi, amma ki doğrudan da insanı razı salan, onu yola salan da özüm də rahat oluram. Çünki biz həyata mürəbbətləriz, biz aynı istəyəcəyik. Amma həmin o münasibət qalacaq bizdən qarşılaşan adamlarda. Mən çox şadam ki, Bakıda doğulmağıma baxmayaraq, mən bilirsiniz ya yox, niyə biz Bakıda yaşayırıq. Müəyyən səbəblərə görə tarixi hadisələr cəryan edəndə babamı kulaklayıb Sibir'e təkdən bırakmıyor. Oradan atasını tek bırakmıyor Sibir'e ki, koca kişilik gider orada kalar. Bizim İslam'daki vaktimiz. Koşulur atasına gelir Sibir'e. O vakti icazə verirler. Sibir'den bunlar sağ salamat qayıdırlar. Daha kəndə gəlmirlər. Bakıda məşğullaşırlar. O vaxtdan belə Bakıda yaşayırıq. Ona görə də mən Bakıda anadan olmuşam. Amma təbiətcə mən Lənkəranlıyam. Mən Lənkəranı görəndə elə bir ki, doğma adamı görürəm, doğma qardaşı görürəm, balamı görürəm. Ona görə də mən sizdən hamınızdan xahiş edirəm. Yəni, heç nədən çəkinmədən, heç kimə demədən ki, sən Şəhdat müəllimi tanıyırsansa, bir məni tapşır ona, bu söhbətləri eləməyin. Kimin nə mənimlə işi varsa, görüşmək istəyirsə, mənim qapılarım həmişə açılır. Hətta mənim oturduğum kabinet deyirlərdi ona. Kabinetin qapısı da işə gələndən, işə gedənə qədər açıldı. Xahişim odur sizdən ki, kimin mənimlə sözü varsa, birbaşa gəlin yanıma. Heç nədən utanmayın. Heç nədən çəkinməyin. Allah sizi var eləsin. İmkan qədər, mən demirəm, hər şeyi həll edirəm. Amma imkan qədər nə imkanımda varsa, o məsələni həll eləməyə bir balaca imkanım varsa, çalışacağım onu həll edeyim. Çox sağ olun ki, niyə gəldiniz, vaxtınızı mənə sərf elədiniz. Çox sağ olun, bu kollektivdə siz işləyirsiniz. Qafar müəllim burada işləyənlər, mən hiss edirəm, mən yanmıram. Amma hiss edirəm ki, sizin işlər daha da canlanır, daha da irəli gedir. Çox gözəl. Sizə müvəffəqiyyətlər arzulayıram. Sizə də can sağlığı arzulayıram. Siz təbiətcə deyilən, mən də sizə oxşamışam.
o insanlara münasibət məsələsində. Mən sizə oxşamışam. Mən də sizə oxşamışam o cəhətlərə, ona görə də insanlara siz çox yaxşı münasibət bəsləyirsiniz. Allah sizi qorusun. Bundan sonra da yeni məhdəniyyətlər arzulayacağım. Məndən də bir kiçik qardaş kimi istifadə edə bilərsiniz. Çox sağ olun, çox sağ olun. Alqışlayın. Sədat müəllim ayaqüstə olmuşam da mən də ayaqüstə bir kəlmə deyim, məclisimizi bağlayaq. Əslində, dostlar, bu görüş hər birimizin yaddaşında qalası bir görüşdür. Xüsusən Şəddad müəllimin insan ömrünün elə bir çağıdır ki, elə mən də yavaş-yavaş o həyata, o yaşa yaxınlaşdıqca adam diqqət istəyir. Yəni, başqa bir şey yox, sadəcə diqqət. Nə pul, nə para, nə mal, nə dövlət, heç də istəmirsən. İstəyir övladıma qarşı, istəyir dosta qarşı, istəyir tanışa qarşı, hər kim olur olsun da ətrafından. Sadəcə diqqət istəyirsən ki, sənə qarşı diqqət olsun. O sənin üçün sözün həqiqi mənasında böyük bir neymətdir, böyük bir var-dövlətdir. İndi biz müəyyən mənada öz insanlıq, dostluq, qardaşlıq, yerlisili missiyamızı yerinə yetirdik. Şəddad müəllimə qarşı bu diqqəti göstərdik. Mən elə bilirəm ki, yaxşı iş gördük, savab iş gördük və həm də ki, belə deyim də, haradasa elə borcumuzu yerinə yetirdik. Bayaq qeyd elədim, elə insanlar var ki, bütün yaşlı insanlar, təbii ki, bayaq deyildi bu söz ki, yəni Sevinç xanım dedi ki, 80-dan o bizə qeyd olunmalıdır. Bu, əlbəttə, bütün yaşlı insanlara aid deyil. Cəmiyyətə, xalqa, elinə, obasına, tayfasına, ölkəsinə, dövlətinə xeyri olan insanlardan gedir ki, hansı ki, büyük həmin insanlardan biri Şəddad müəllim ki, o təbcüdə yaşmışıq. Bəli, bu kişinin biz, Allah qismət eləsin də, vaxtaşıda onlara görüşlərini də keçirdərik, yaşın da, yubileyin də qeyd edərik. Yəni, bu həm də bu bizim borcumuzdur. Mən bir daha sizin hər birinizə təşəkkürümü bildirirəm. Mən bir daha sizin adınızdan bizim əzizimiz Şəddad müəllimi bu sərgi münasibəti ilə və yeni yaşı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Allah bundan sonra ona 100 il ömür verər, 114 il ömür verər, 124 il verər, nə qədər verər, onun işini, amma nə verirsə sağlam ömür versin. O müayid əzizin sözü olmasın ki, yəni qapını, pəncərəni özü bağlaya bilsin. Yəni o mənada özü öz işlərini görə bilsin, yeriyə bilsin, otura bilsin, yiyə bilsin, içə bilsin və s. Yəni Allahın verdiyi neymətlərdən sağ-salamatlıqla istifadə edə bilsin. Şəddad müəllim, bayaq o sözü siz qeyd elədiniz ki, utanmayın, çəkinməyin, mənim yanıma gəlin. Mən o dediyi sözlərin fürsətdən istifadə edirəm. Sizdən bir xahiş eləmək istəyirəm. Bizim bu cavan oğlanımız var, sizin yaşınıza daha gəlir, sizin dalınıza gəlir. Səvuş Məlim Süleymanlı 80 yaşı tamam olur. Onun bir hardası 30 səhifəlik bir povesti var. Onu xahiş edərdim ki, orada çap edib, hədiyyə verərdim ki, işin əstədir. Hesab verir elədim. Öptüm sizi. Sağ olun, təşəkkür ederim. Bir ömür sözə, mətbuata həsr olundu, zəhmətlə ucaldı, illərlə yoğruldu, mətbədən başlanan yolun davamı. Bugün elm tarixindədir sənin adın. Kitabdan kitaba keçən düşüncə, nəsillərə ötürülən bilicə, poliqraf yolunda ilk elmi imza, əməyin çevrildi dəyərə izə. Bugün 86 illik ömür bayramdır. Bugün söz ve kitap seni salamlayır.